Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ədədin tam və kəsr hissəsidir. Ədədin standart şəklidir. Deməli, bizə ədəd verilirsə, həmin ədədi biz bilirik ki, ədəd oxunda təsvir eləyə bilərik. Deməli, ədəd oxunda təsvir edilmiş ədədin, məsəl üçün bizə verilən ədəd, burada deyək ki, K ədəddir. K ədədindən, K ədədi 2 dənə ədədin arasında yerləşir, 2 tam ədədin arasında. Məsəl üçün, bu A-dır, bu da B-dir. K ədədinin tam hissəsini tapmaq üçün yazıram tam. Bax, özündən əvvəl gələn tam ədəd. Tam hissəsi bu oldu A. Kəsr hissəsini tapmaq üçün isə ədədin özündən, yəni K-dan həmin tam hissəsini çıxmaq lazımdır. Deməli, bu qaydanı bilməklə biz tapşırıqları rahatlıqla həll eləyə bilərik. Deməli, ədədin tam hissəsi ədəd oxunda özündən əvvəl gələn tam ədəddir. Bu, mənfi müsbət olmasından asılı olmayaraq. Kəsr hissəsini tapmaq üçün ədədin özündən bunun tam hissəsini çıxmaq lazımdır. Bu da olur bunun kəsr hissəsi. İndi, məsəl üçün, bu mənfi ədədə bir dənə bunu şamil eləyək. Tutaq ki, mənfi 2,3. Mənfi 2,3, mənfi 3 və mənfi 2'nin arasında yerləşir. Ona görə də bu mənfi 2,3'ün tam hissəsi özündən əvvəl gələn tam ədəd, yəni mənfi 3 olasıdır. Amma kəsr hissəsini tapanda, deməli, ədədin özündən, yəni mənfi 2,3'dən tamı çıxmaq lazımdır. Çıx, mənfi 3. Bərabərdir bu. Mənfi 2,3. 2 çıxma bir-birini toplam eləyir 0,7. Deməli, mənfi 2,3'ün tam hissəsi mənfi 3, kəsr hissəsi 0,7'yə bərabərdir. Bu, müsbət onluq kəsirlərdə daha rahatdır, adi kəsirlərdədir. Məsəl üçün, 5,6 yazıramsa, bunun tamı 5, kəsiri isə 0,6'dır. Yəni, burada gördüyümüz kimidir. Amma mənfi ədədlərdə bunu hesablamaq lazımdır. Eyni qayda ilə də köklü ədədlərdə də, yəni irrasional ədədlərdə də bu qayda ilə hesablanılır. Bu oldu ədədin tam və kəsr hissəsi. Ədədin standart şəkli isə A ədədini standart şəkildə yazmaqdan ötürü n vurulsun 10 üstü n şəklindən istifadə edirəm. Bu ədədin standart şəkildə yazılış formasıdır. Bir şərtlə ki, m 1 də ola bilər, 1-dən böyük də ola bilər. Amma ondan mütləq kiçik olmalıdır. Yəni 9 tam neçə ən böyük qiyməti. Və bu m-ə qiymətli hissə deyilir. Standart şəkildə verilmiş ədədin qiymətli hissəsi. N isə tərtib adlanır. N, yəni daxildir z-ə. Tam ədədlər çoxluğundan hər bir şey ola bilər. Deməli, bu isə oldu ədədin standart şəkildə yazılmasının ümumi formatı. İndi bu qaydalara əsasən tapşırıqlara baxaq. Birinci tapşırıqda kəsr hissəsini tapın desə, əvvəlcə ifadənin qiymətini hesaplamalıyam. Bir də ifadənin qiymətini hesablamaqdan ötürü 2,4'də 3'dən çıxmalıyam. 10'da 5'də ixtisar edir, qalır 2'də 1. Bu da elə 2,4'də 3 çıxılsın 4'də 2 və 2,4'də 1 eləyirsə, müsbət ədədlərdə dedim, gördüyümüz kimi, deməli, bunun kəsr hissəsini tapdıysa 4'də 1 bunun kəsr hissəsidir. İkincidə 2,2'də 1'in üzərinə %75'i gəlməliyim. %75'i də 25'e ixtisar eləsəm, qalar 2,2'də 1 üstə gəl 4'də 3. Bunlara yenə ortaq məxrəc 4 gətirsəm 2,4'də 2'nin üstünə 4'də 3'ü gəlməliyim. Bu isə elə 2,4'də 5. 2,4'də 5 düzgün olmayan kəsirdir. 5'i 4'ə böləndə 1 tam olur. Həmən 1 tamı da 2 tamdan toplayanda eləyir 3,4'də qalığımda qalır 1. Bu səfər tam hissəsini soruşur bizdən. 3. Tam hissəsi oldu 3. Ədədi standart şəkildə yazın deyir. Ədədi standart şəkildə yazanda, deməli, biz burada dedik ki, bu qabaqdakı qiymətli hissə 37 tam ola bilməz, ondan kiçik olmalıdır. Ona görə də mən bu ifadəni yazıram ki, 3,73 vurulsun 10. 3,73 ona vuranda 37,3 eləyir. Yəni, bunun yerinə bunu yazdım. Bir də əlavə var, 10 üstü mənfi 4'dür. Bərabərdir. Burada 3,73 qalır, vurulsun. 10 üstü 1 ilə 10 üstü mənfi 4'də vuranda onu yazıb bunları da toplayıram. Eləyir mənfi 3. 3,73 vurulsun 10 üstü mənfi 3 olur C variantı. 4 nömrəli tapşırıqla davam edirik. Deməli, burada bizə deyir ki,
ədədləri arasındakı münasibətlərdən hansı doğrudur? Bunun üçün baxmalıyıq ki, burada deməli 2 dənə ədədin deməli tərtibləri fərqlidir. Tərtibləri fərqlidirsə, deməli burada mütləq tərtiblərini eyniləşdirmək lazımdır. Belə ki, 3,7 vurulsun 10 üstü 9'u yazıram. 10 vurulsun 10 üstü 8 kimi. Bu eləyir 37 vurulsun 10 üstü 8. O biri isə 7,4 vurulsun 10 üstü 8'dir. Deməli, buradan da aydın görür ki, tərtibləri eynidirsə, yəni 10 üstü 8'lər ikisində də eynidir. Burada 37'dir, burada 7,4. Ona görə də A böyükdür B-dən. Şərti doğrudur. İkincidə yenə birində 8'dir, birində 7'dir. Ona görə də bu növbət tapşırıqda 4,9'u yaz, 4,9 vur 10 üstü 8'i yerine yazıram. 10 vurulsun 10 üstü 7 kimi. Bu da 49 vurulsun 10 üstü 7 olur. O biri isə 9,8 vurulsun 10 üstü 7'dir. Aydındır ki, 49 9,8'den böyük olduğuna görə yenə də A böyükdür B şərti doğru olur burada. Ədədini standart şəkildə göstərin deyir. Standart şəkildə göstərməkdən ötürü bu qabaqdakı qiymətli hissə 1-dən böyük, ondan kiçik olmalıdır. Ona görə də mən vergülü gətirib qoyuram bura. 3,77 olsun. Və vergülü ora qoyuramsa 3,77 vurulsun 10 üstü. Vergülü neçə rəqəm sola keçirmişəmsə onun üstündə nə də olmalı. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 3,77 vurulsun 10 üstü 10. E variantı. Burada da yenə vergülü gətirib qoymalıyam mən. Deməli, bura ki, həmin ədəd 1-dən böyük, ondan kiçik olsun. Ona görə də olası 9,19 vurulsun 10 üstü. İndi vergüldən sonraki rəqəmləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə vergüldən sonra rəqəmimiz var. 10 üstü 8. 9,19 vurulsun 10 üstü 8. 8 nömrəli tapşırıq. Ədədin kəsr hissəsini tapın. Ədədin kəsr hissəsini tapmaq üçün deməli burada nə etməliyəm mən? Əvvəlcə bu irrasional ədədin hansı iki tam ədəd arasında yerləşdiyini tapmalıyam. Kök altında 28. Deməli kök altında 25-dən böyük ədəddir. Kök altında 36-dan kiçik ədəddir. Bu deməkdir ki, bu ədəd 5 və 6'nın arasında yerləşir. 5 və 6'nın arasında yerləşirsə, indi mən baxmalıyam ki, kök altında 28 çıxılsın 8 hansı ədədlərin arasında yerləşir. Bunun üçün bu bərabərsizliyin hər tərəfindən 8'i çıxıram. 5'dən 8'i çıxanda olur -3, kiçikdir kök altında 28 çıx 8, kiçikdir altdan da 8 çıxanda -2. Deməli, bu ədəd -3 ilə -2 arasında yerləşirsə, deməli, bunun tam hissəsi özündən əvvəl gələn tam ədəddir, yəni -3'dür. Kəsr hissəsini də tapmaq üçün ədədin özündən, yəni kök altında 28 çıx 8'dən tamını çıxmalıyam. Çıxılsın -3. Bu da eləyir kök altında 28 çıx 8 üstə gəl 3 və bu isə kök altında 28 çıx 5 deməkdir. Deməli, bu da oldu bunun kəsr hissəsi. Eyni qayda ilə burada da sadəcə olaraq burada birinci mən kökə baxıram. Necə? Yəni mən ifadəni 9-cu tapşırıq burada yazaq. 9-cu tapşırıq. Deməli 9 çıxılsın kök altında 29 ifadəsini mənfi kök altında 29 üstə gəl 9 yazaraq deməli toplananların yerini dəyişdim. İndi burada mənfi kök altında 29'u baxmalıyam görüm hansı ədədlərin arasında yerləşir. Deməli bu mənfi kök altında 25 ilə mənfi kök altında 36'nın arasında yerləşir. Yəni mənfi 6 ilə mənfi kök altında 29 mənfi 5'in arasında yerləşir. İndi biz mənfi kök altında 29'u yox, üstə gəl 9'u tapmalıyıq. Ona görə də hər tərəfin üstünə 9 gəlir. Bura 9 gələndə olur 3, kiçikdir. Mənfi kök altında 29 üstə gəl 9, kiçikdir. Burada 9 gələndə
eləyir 4. Deməli, bu verilmiş ədəd 3 ilə 4-ün arasında yerləşir. Ona görə də mənfi kök altında 29 üstəgəl 9 ədədinin və yaxud da ki, bunların yerini yenə də dəyişirəm. 9 çıxılsın kök altında 29 ədədinin tam hissəsi olasıdır özündən əvvəl gələn tam ədəd, yəni 3. Kəsr hissəsi də olasıdır ki, ədədin özündən, yəni 9 çıxılsın kök altında 29-dan tamını çıxıram. Bu da 9-dan 3 çıxanda eləyir 6 çıxılsın kök altında 29. 6 çıxılsın kök altında 29 isə verilmiş ədədin kəsr hissəsidir. 10 nömrəli tapşırıqda yenə kök altında 19-a əvvəlcə baxmalıyam görüm hansı ədədlərin arasında yerləşir. Kök altında 19, aydındır ki, kök altında 16 ilə kök altında 25-in arasındadır. Yəni bu isə o deməkdir ki, kökdə 19 4-dən böyük, 5-dən kiçikdir. Yəni bunların arasında yerləşir. İndi bizə yenə kök altında 19 çıxan lazımdır. Hər tərəfdən 10'u çıxım. 4'dən 10 çıxanda qalır mənfi 6, kiçikdir. Kök altında 19 çıxılsın 10, o da kiçikdir. 5'dən də 10 çıxanda mənfi 5. Deməli, bunun tam hissəsi oldu mənfi 6. Kəsr hissəsini də tapanda ədədin özündən tamını çıxıram. Yəni kök altında 19 çıx 10, çıx mənfi 6. Və bu çıx mənfi 6 da müsbət 6 eləyir. Kök altında 19 çıx 10 üstəgəl 6. Kök altında 19 çıx 4. Deməli, bu da oldu bunun kəsr hissəsi. Kök altında 19 çıx 4 D variantında. Bu onun həlli idi. İndi 11'ə baxaq. Yenə burada kök altında 17'ni araşdırıram. Kök altında 17, kök altında 16 və kök altında 25'in arasındadır. Yəni bu o deməkdir ki, 4 ilə 5'in arasında yerləşir. Və buradan da tapıram ki, yenə tam hissəsi özündən əvvəl gələn tam ədəd, yəni 4'dür. Kəsr hissəsini də tapanda ədəd, bir dəqiqə, burada kökdə 17'dən çıx 9 da var hələ. 9'u çıxmadım. Hər tərəfdən 9'u çıxmalıyam. 4'dən 9 çıxanda qalır mənfi 5, kiçikdir. Kök altında 17 çıx 9, kiçikdir. Bundan da 9 çıxanda mənfi 4 eləyir. Deməli, tam hissəsi mənfi 5 oldu bu. Tam hissəsi mənfi 5. Mənfi 5. Kəsr hissəsini tapanda da kök altında 17 çıx 9'dan çıxmalıyam tam hissəsini, yəni mənfi 5'i. Bu isə kök altında 17 çıx 9 üstəgəl 5 deməkdir. Kök altında 17 çıx 4 olur bunun kəsr hissəsi. Kök altında 17 çıx 4. 12 nömrəli tapşırıq. Ədədlər standart şəkildə verilmiş ədədlərdir. M-in neçə dənə natural qiymətində AB hasilinin tərtibi 8-ə bərabər olar. Deməli, bu ədəddə standart şəkildə verilmiş ədəddirsə, onda birinci ədəddən M neçədirsə 1-dən böyük bərabərdir, amma ondan kiçik ədəddir. Yəni, ədədin standart şəkildə verilmişinin, deməli, qiymətli hissənin qaydasına əsasən. Deməli, M 1-dən böyük, ondan kiçik ədəddir. İndi biz bunları bir-birinə vururamsa, deməli, AB hasili bərabərdir. Qiymətli hissələri bir-birinə vursam olar 2,6M vurulsun 10 üstü mənfi 16 ilə də 23'ü toplayanda eləyir 7. Deməli, bu ədədin qiymətli hissəsi budur, tərtibi də 7'dir. İndi bizə deyir ki, M-in neçə natural qiymətində AB hasilinin tərtibi 8 olar. Deməli, 8 olmaqdan ötürü əvvəlcə mən bu 2,6 M-in hansı aralıqda yerləşdiyinə baxım. Bunun üçün bu bərabərsizliyin hər tərəfini 2,6'ya vururam. Deməli, burada olası 2,6 kiçik bərabərdir 2,6 M. O da kiçikdir. Bunu da 2,6'ya vuranda elə 26. Deməli, bu M bu ədədlərdən aralıqda olan ədədlər ola bilər. Amma bizə deyir ki, deməli, tərtibi 8 olsun. Tərtibi 8 olmaqdan ötürü bu mütləq ondan böyük ədəd olmalıdır ki, məsələn, 11 olmalıdır ki, 1,1 vurulsun 10 yazım ki, bunun da tərtibi qalxsın. Ona görə də burada 2,6'dan böyükləri yox, mən yalnız 10'dan böyükləri axtarmalıyam. Ondan böyük axtarmalıyam ki, bunun tərtibi qalxsın. İndi burada baxıram, M-in qiymətlərini seçirəm artıq. Məsəl üçün, M-ə versəm 3 eləyər 6, 18, 7,8. Deməli, 3 yaramadı bizə bu. Ondan böyük olmadı. 4 versəm 2,6'nı
Vuranda 4'e, alt dəfə 4'ün 24, 2 yadda 8, 2 də yadda 10. 10 tam onda 4 eləyir. Deməli, M-in qiyməti 4 ola bilər. 5 də ola bilər, 6 da ola bilər, 7 də ola bilər. Niyə görə deyirəm? Bax, M-in yerinə 10 verəndə 26 eləyir. Deməli, 10 verəndə 26 eləyirsə, deməli, M-in ən böyük qiyməti burada 9 ola bilər. 8 və 9. Vəssalam, bu qiymətlərdən başqa qiymət ala bilməz. Deməli, 3, 3, 6 dənə. Bizə də elə sayın soruşur. M-in deyil, neçə dənə qiymətində? 12 nömrəli tapşırıqda burada yekunlaşdırıram. 13 nömrəli tapşırıq. Ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. İndi bu ədədin kəsr hissəsini tapmaq üçün yazıram kök altında 15 çıx. Bunu da kökə salsam 4, 4'ü 3'ə vuranda kök altında 12 eləyir. İndi burada baxıram ədəd oxunda görüm bu ədədlər necə yerləşir. Deməli, burada məsəl üçün olsun 2, burada olsun 3, burada da olsun 4. Ədəd oxumuzdur bunlar bizim. Kök altında 2, kök altında 4 deməkdir. 3, kök altında 9 deməkdir. 4 də kök altında 16 deməkdir. İndi bax, kökdə 15, kökdə 12. Bunlar ikisi də bu 3 ilə 4'ün arasında yerləşir. Deməli, bu olsun kök altında 12, bu da olsun kök altında 15. Biz bilirik ki, ədədin tam hissəsi özündən əvvəl gələn tam ədəddir. Deməli, bunun da tamı 3 tam bölündə neçəsə var. Bunun da tamı 3 tam bölündə neçəsə var. Yəni, ikisinin də tam hissəsi eynidir. İkisi də tam hissəsi eyni ədədləri bir-birindən çıxanda bunun cavabı olası 0 tam neçə? Yəni, tam hissələr 0 tam olası 0 tam neçə isə elə ədədin özünün kəsr hissəsi deməkdir. Yəni, məsəl üçün 2 tam onda 6 götürürəmsə, ikisi tam hissədirsə, 0 tam onda 6'sı kəsr hissəsidirsə, bu ədəd özü ilə 0 tam neçə olduğuna görə elə deməli kəsr hissəsi ilə bu ədədin özüdür. İndi bizə də deyir ki, həmin ədədin kəsr hissəsi ilə, yəni özü ilə kök altında 15 çıxılsın, kök altında 12. Bu ədədin əksi olan ədədin hasilini tapın. Əksi də deyəndə bunun işarə ilə fərqlisi olasıdır. Yəni, əksi ədədlər yalnız işarə ilə fərqlənir. Mənfi kök altında 15 çıxılsın, kök altında 12. Əks ədədlər bir-birinə vuranda bir dənəsini yazıram qabağına mənfisini və bu da olur kök altında 15 çıxılsın, kök altında 12-dən 2 dənə, yəni mötərizə kvadrat. Bərabərdir. Yenə mənfini yazıb mötərizəni açıram. Kökdə 15'in kvadratı 15. Çıxılsın, ikisinin hasilinin 2 misli. 2 vurulsun kök altında, 15'i 12'ye vuranda burada yazıram 3 vur, 5 vur, 12'yi də yerinə yazıram, 4 vurulsun 3. İkisinin hasilinin 2 mislidir. Üstə gəl kök altında 12'nin də kvadratı eləyir 12. Bərabərdir. Yenə mənfini yazıram. 15 ilə 12'ni toplayıram eləyir 27. Çıx. Bu 2 dənə 3'dən, bir dənə 3 çıxır, 4'dən də 2 çıxır. Deməli, buradan 6 çıxır, 2'yə də vuranda eləyir 12, kökdə 5'də qalır. Bərabərdir. Bunu da mənfiyə nəzərən mötərizəni açsam. Mənfi 27, üstə gəl 12 kök altında 5 və burada da toplananların yerini dəyişirəm. 12 kök altında 5 çıxılsın 27. 12 kök altında 5 çıxılsın 27. C variantı uyğun gəldi. Bu oldu 13 nömrəli tapşırığımız. İndi 14'ə baxaq. 14'də deməli yenə də kökə salıram ikisini də 14. Olur kök altında 2'nin kvadratı 4, 15'e də vuranda eləyir 60. Kökdə 60 çıxılsın. Kök altında 9 eləyir, alt dəfə 9'un 54. Kök altında 60 ilə kök altında 59, 54'ün ikisinin də deməli nədir ona da tam hissəsi 7'dir. 7 tam neçə budur, 7 tam neçə budur. Deməli bir-birlərindən çıxanda elə bunun kəsr hissəsi də elə ədədin özünə bərabərdir. Bu oldu ədədin özü. Bu ədədin əksi olan ədədin hasilini yenə eyni qayda iləndirsə, deməli bunun əksini də yazmaqdan ötürü eyni qayda ilə yazıram, mənfiyə vururam kvadratı. Bərabərdir mənfi kökdə 60'ın kvadratı 60 çıxılsın, ikisinin hasilinin 2 misli. 60'ı vuruqlarına ayırsam yazaram ki 4 vurulsun, 15'i də 3 vurulsun 5 kimi yazaram. Bu elədi 60. 54'ü də yazıram 6 vur 9 kimi. Deməli 9 vur 3 vur 2. 6 vur 9 da bu eləyib. Belə yazıram ki kökdən rahat çıxsın. Üstə gəl kök altında 54'ün kvadratı da eləyir 54.
bərabərdir. Mənfi 60-dan 54'ü toplayıram, eləyir 114, çıxılsın. 2'ni yazdım, vurulsun. Bax, bu 4'dən kök çıxdı 2. 2 dənə 3'dən kök çıxdı 3. Bir dənə də 9'dan kök çıxdı. Yenə 3. Yerdə qalanlar kökün altında qaldı. Kökün altında qaldı 5 ilə 2. 5'i də 2'yə vuranda eləyir 10. Bərabərdir. Deməli, mənfi mötərizəni açsam, mənfi 114. Bunlar da bir-birinə vuranda eləyir 6, 6, 36 kökdə 10. Çıxılsındı, qabaqda da çıxma vardı, üstə gəl. 36 kök altında 10. Bərabərdir. Bunu da müsbəti qabağa, mənfini dal aparsam, 36 kök altında 10, çıxılsın 114. 36 kök altında 10, çıxılsın 114, C variantı 14'də. 15 nömrəyə tapşırıq. M ədədinin tərtibi 18'ə bərabərdir. M vurulsun 10 üstü mənfi 5 ədədinin tərtibini tapın deyir. 15. M bərabərdir. Tərtib 18'dir deyirsə, deməli, bu tam hissə nədir onun adı? Qiymətli hissəsi tutaq ki, A-dır. A-dırsa, məsələn, bu elə birdən böyük, ondan 2 ədəddir. Çünki tərtib 18'dir. Vurulsun 10 üstü 18. Deməli, M ədədi buna bərabərdir. İndi mən bunu təzədən buna vururamsa, yəni M-i, yəni A vurulsun 10 üstü 18'i vurmalıyam 10 üstü mənfi 5'e. Bu qiymətli hissə olduğu kimi qalır. Yəni qiymətli hissə doğrudur. Deməli, bunlar da vurmaqdan ötürü onu yazıb üstləri toplayıram. 18'dən də 5 çıxanda qalır 13. Deməli, bizdən də tərtibini soruşur 13. Bu testin cavabı. Ədədlərinin hasilinin tərtibini tapın. Hasilini tapaq 16'da. A vur B bərabərdir. 3,2'yi 5'e vururam. Vurulsun 10 üstü 9, vurulsun 10 üstü mənfi 7. Bərabərdir. Bunu vuranda eləyir 11 yadda, 15 bir də yadda 16. 16 vurulsun, bunların ikisi bir yerdə də 10 üstü 2 eləyir. Amma 16 bu standart şəkildə yazılmış ədədin deməli qiymətli hissəsinə uyğun gəlmir. Ona görə bu 1,6 olmalıdır. 1,6 eləyirsə deməli 10'a vuranda 16 eləyir. Vurulsun bir dənə də 10 üstü 2 var burada. Bu da isə 1,6 vurulsun 10 üstü 3 eləyir. Bizdən də tərtibini soruşur. Tərtibi də nəyə bərabər oldu? 3'e. 17 nömrəyə tapşırıq. Verilmiş ədədlər üçün uyğunluğu müəyyən edin. Tam hissəsi, deməli kəsr hissəsi, burada tam hissəsinin ikisində də kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Kəsr hissəsi. Deməli, bütün ədədlərin hamısı həm tam hissəsi, həm də kəsr hissəsini tapmalıyım. 17. Birincisi. Kök altında 3, çıxılsın 2. Deməli, bunun tam hissəsi kök altında 3, 1 ilə 2'nin arasında olan ədəddir. İndi bundan da 2 çıxanda eləyib mənfi 1 çiçikdir, kök altında 3 çıxılsın 2 çiçikdir. 2'dən də 2 çıxanda 0. Deməli, buradan da tapıram bunun tamı mənfi 1'dir. Kəsr hissəsini də tapanda ədədin özündən, yəni kök altında 3 çıxılsın 2'dən 1'i çıxmalıyam, üstə gəl 1 olasıdır. Bu da kök altında 3 çıx 1. Deməli, tam hissəsi bu, kəsr hissəsi bu. İndi baxaq burada uyğunluğa. Tam hissəsi mənfi 1. B variantı. Kəsr hissəsi də mən kök 3 çıxılsın 1 almışam. Burada 1 çıxılsın kök 3'dür. Yəni bu uyğun gəlmir. Kəsr hissəsi də verilmiş ədədin özünə bərabərdir. Yox. Deməli 1'ə yalnız B variantı uyğun gəldi. İndi 2'ni bu qayda ilə araşdıraq. Kök altında 5. Çıxılsın 2'dir. Kök altında 5. 2 ilə, yəni kökdə 4 ilə 3'ün arasındadır. Hər tərəfdən 2 çıxıram. 2'dən 2 çıxanda 0. Kök altında 5 çıxılsın 2. 3'dən də 2 çıxanda 1. Bu 0 ilə 1'in arasında olduğuna görə tam hissəsi 0'dır. Tam hissəsi 0'dırsa ilə verilmiş ədədin kəsr hissəsi kökdə 5 çıxılsın 2'dir. Bizə də deyir ki, verilmiş ədədin kəsr hissəsi özünə bərabərdir. Deməli, C variantı da burada uyğun gəlir. Kökdə 5 çıxılsın 2 də yoxdur. Tam hissəsi də 0'dır. Tam hissəsi 0 olduğuna görə A da uyğun gəlir buna. A-nı əvvəlcədən yazaq. AC. Öbürünə baxaq. 3-cü.
Üçüncüdə yenə bayaq olduğu kimi yerlərini dəyişirəm. Kök altında 5 üstəgəl 4 yazıram. Mənfi kök altında 5 hansı ədədlərin arasında yerləşir? Mənfi 2 bu tərəfdə olasıdır. Mənfi 3 də bu tərəfdə olur. Yəni mənfi 3 ilə mənfi 2 arasında. Üstünə 4 gəlirəm. Mənfi 3-ün üstünə 4 gələndə 1 çiçikdir. Mənfi kök altında 5 üstəgəl 4 çiçikdir. Bunun üstünə 4 gələndə 2 deməli tam hissəsi 1-dir. Tam hissəsi 1 olan yoxdur. Yazaq bura tam 1. Kəsiri də tapanda ədədin özündən, yəni 4 çıxılsın kök altında 5-dən 1-i çıxmalıyam. Bu da eləyər 3 çıxılsın kök altında 5. Kəsir hissəsi də budur. D variantı. Tam hissəsi 1-dir. Tam hissəsi 1 olan yoxdur, amma kəsir hissəsi 3 çıxılsın kökdə 5 olan var. D variantı 17-dir. 18 nömrəli tapşırığa da baxaq. Deməli, yenə 18-də də həmən qayda iləndir. Birincisini buradan başlayaq yazmağa. Birincisi, kök altında 7 çıxılsın 3 ədədindən söhbət gedir. Kök altında 7 kökdə deməli 4 ilə, yəni 2 ilə kökdə 9-un 3-ün arasında yerləşir. Hər tərəfdən 3-ü çıxıram. Mənfi 1, çiçikdir kökdə 7 çıxılsın 3, çiçikdir 3-dən də 3-ü çıxanda 0. Deməli, mənfi 1 ilə 0-ın arasında yerləşir. Tam hissəsi olasıdır mənfi 1, kəsir hissəsi də olasıdır. Kökdə 7 çıxılsın 3-dən mənfi 1-i çıxmaq üstəgəl 1 deməkdir. Kökdə 7 üstəgəl 2 olur. Bir dəqiqə, mənfi 3 müsbət 1 çıxılsın 2 olur. Kökdə 7 çıxılsın 2. Tam hissəsi mənfi 1-dir. Tam hissəsi mənfi 1 olan yoxdur. Kəsir hissəsi kökdə 7 çıxılsın 2 var. D variantı. İkinci testdə. Yerlərini dəyişik yazıramsa, mənfi kök altında 10, üstəgəl 3. İndi baxıram ki, mənfi kök altında 10, mənfi kök altında 9 ilə mənfi kök altında 16-nın arasındadır. Bu da mənfi 4 çiçikdir. Mənfi kök altında 10 çiçikdir. Mənfi 3 deməkdir. Deməli, bunun tam hissəsi mənfi 4-dür hələ ki. Amma bizə təzədən 3 də gəlmək lazımdır. Bunun üstünü 3 gələndə eləyib. Mənfi 1 çiçikdir. Mənfi kök altında 10 üstəgəl 3. O da çiçikdir. Mənfi 3-ün üstünə də 3 gələndə eləyib 0. Deməli, bunun tam hissəsi oldu. Mənfi 1 mənfi 1. Kəsir hissəsi isə oldu. Mənfi 10. Kök altında 10. Üstəgəl 3 çıx. Mənfi 1 bərabərdir mənfi 1. Bu da eləyib mənfi kök altında 10. Üstəgəl 4. Yerlərini də dəyişəndə o 4 çıxılsın kök altında 10. Deməli, 4 çıxılsın kök altında 10 da E variantındadır. Tam hissəsi mənfi 1 də yoxdur. Tam hissəsi kəsir hissəsinə bərabərdir. Bu da yoxdur. Deməli, qaldı bir dənə burada üçüncüsü. 10 çıxılsın. Kök altında 10 çıxılsın 3. Bunu da buradan yazaq. Üçüncü. Kök altında 10 çıxılsın 3. Deməli, kök altında 10. 3 ilə, yəni kök altında 9 ilə 4-ün arasındadır. Hər tərəfdən 3 çıxsam 0 çiçikdir. Kök altında 10 çıxılsın 3. O da çiçikdir. 4-dən də 3 çıxanda 1 olur. Deməli, kəsir hissəsi ilə özünə bərabərdir. Bir dənə baxaq cavablara. Kəsir hissəsi özünə bərabərdir. Tam hissəsi 0-dır. A, B variantlarda burada uyğun gəlir. Tam hissəsi 0-dır. Kəsir hissəsi özünə bərabərdir. Əssalam, burada da bu dərsimiz yekunlaşdı. Növbəti mövzuda görüşərik inşallah. Sağ olun.